Huşə 6-cı fəsil. İsrailə çağırış. Gəlin Rəbbə qaydaq. O bizi parçaladı, o da bizə şəfa verəcək. O bizi yaraladı, o da yaramızı sarıyacaq. 2 gün sonra bizi dirildəcək, 3-cü gün ayağa qaldıracaq. Onun huzurunda yaşayacaq. Gəlin Rəbbi tanıyaq, tanımağa səy eləyək. O hökmən dan yeri kimi doğacaq. Yağış kimi, torpağı sulayan yaz yağışı kimi yanımıza gələcək. Allah deyir: Ey Efraim, sənə neyniyim? Ey Yahuda, bəs sənə neyniyim? Çünki məhəbbətiniz səhər dumanı, erkən uçub gedən şeyh kimidir. Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım. Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm şimşək kimi parıldayır. Çünki mən qurban deyil, məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. Amma onlar Adəm kimi əhdi pozdular. Orada mənə xəyanət elədilər. Gileyad şər adamların şəhəridir. Qan izləri ilə doludur. Quldur dəstələri necə insan üçün pusquya yatırsa, kahin dəstələri də Şekemə gedən yolda adam öldürür. Bəli, xəbislik edir. İsrail nəslində qorxunc bir şey gördüm. Efraim fahişəliyə batmış, İsrail murdarlanmışdı. Ey Yahuda, sənin üçün də bir biçin günü təyin edildi. Mən xalqımı sürgündən qaytaranda,